Peyğəmbərimiz sallallahu əleyhi və səlləm məğrib, yəni gün batan tərəfdən bir qapı barədə danışdı. Və bu qapının eni demək bir atlının 40 il və ya başqa bir rivayətdə 70 amən 70 il gedəcəyi məsafəyə bərabərdir. Yəni bu qapının genişliyi bir atlının bir tərəfindən, qapının bir tərəfindən, digər tərəfinə 70 il müddətində gedib o həmin digər tərəfinə çatır. Yəni belə bir geniş qapıdır. Və sonra Sufyan, yəni hədisi rivayət edənlərdən biri deyir ki, Sufyan Qibələ Şəmi, yəni bu hədis yəni əlavə edir. Yəni Sufyan əlavə edir bu hədisə. Şam tərəfdədir bu qapı. Xalaqahullahu Teala yevmə xalaqas semavati vel arda meftuhan lit-tawbati la yughlaqu hatta tatlu'aş-şemsu minhu. Bu qapı məğrib tərəfdədir, yəni gün batan tərəfdədir və Allah göyləri və yeri yaratdığı gün onu yaratmışdır və o açıqdır. Açıqdır ta ki günəş o tərəfdən, yəni gün batan tərəfdən çıxana qədər həmin qapı açıqdır. Yəni Allah tövbələri qəbul edir. Fikir verin, bu qapının genişliyinə baxın. Və bu qapının genişliyi nəyi göstərir? Bunu göstərir ki, insan heç vaxt deməməlidir ki, günahlarım çoxdur. Allah mənə bağışlamaz. Və ya günahlarım böyükdür. Yəni bu qapı genişdir və bu qapı açıqdır. Ta qiyamət yaxınlaşana qədər, yəni günəş məğribdən çıxana qədər. Və ona görə insan nə etməlidir? Tövbə etdiyi günahları böyük görməməlidir Allahın mərhəmətinin qarşısında. Həqiqətən də Allahın mərhəmətinin qarşısında günahlar kiçikdir. Nə cür böyük günah olursa olsun, nə cür deməli çox olursa olsun, tövbə qapısı açıqdır. Tövbə qapısı açıqdır və Allah Teala tövbələri qəbul edir.